Biz bugün danışacağıq söz birləşmələrindən. Artıq morfologiya bitdi. Siz həm əsas, həm köməkçilik işələrini fəth elədiniz. Dağıdırsınız, çırtdırsınız, söz birləşmə hissələri əla. Normalda belə gedirdi Azərbaycanda. Birinci gəlir səslər, yəni bir hərf, bir səs. Sonra səslər birləşir, yaradır, hərflər birləşir, yaradır hecanı. Sonra hecanlar sözləri yavaş-yavaş sözlərlə qurtardır, nitq hissələrlə qurtardır. İndi siz şişmişsiniz, siz böyümüşsünüz ki, böyük bir işlərə girişəcəksiniz. Siz artıq sözləri birləşdirib nə yaradacaqsınız? Söz birləşməsi. Sonra yavaş-yavaş söz birləşmələrini, sözləri birləşdirib cümlə yaradacaqsınız. Sonra da cümlələri birləşdirib mətn yaradacaqsınız. Sintaksin ən böyük vahidi də mətndir. Mətnlərdə işləyirsiniz. Nəysə, birinci söz birləşməsinin tərifini yadımıza salırıq. Nədir söz birləşməsinin tərifində? İki və daha artıq. Deməli, bizim söz birləşməsi yaratmağımız üçün minimum iki sözə ehtiyacımız var. Elə hardan gəldi iki sözü birləşdirmək olar? Elə yazmayıb, baxı tərifdə yazıb. İki və daha artıq müstəqil sözü. Yəni, müstəqil söz deyəndə müstəqil leksik mənalı sözü nəzərdə tutur. Bu da əsas hissəsi deməkdir. Deməli, tərifin içindən qayda öyrənirik ki, bizim söz birləşməsi yaratmamız üçün ən azı iki sözə ehtiyacımız var. Amma o iki sözün ikisi də gərək nə olsun? Əsas nitq hissəsi olsun. Müstəqil söz deyil axı. Sonra, onların deyir məna və qrammatik cəhətdə. Məna bilirsiniz nədir? Qrammatik də müəyyən şəkilçilərin köməyi ilədir. Bir daha tərifi yadımızda salırıq. Söz birləşməsi iki və daha artıq, yəni ən azı iki dənə müstəqil sözün, yəni əsas nitq hissələrini həm məna bilirsiniz nədir, həm də qrammatik, yəni müəyyən şəkilçilər görəcəksizlər. Feili birləşmədə məsələrin feili sifətin feili bağlamanın şəkilçisi olacaq, köhnə adı ilə ikinci, üçüncü növdə yəli olacaq, mənsubiyyət olacaq və s. Yəni bəlli bir şəkilçilər var ki, bizə burada kömək edəcək söz birləşməsi yaratmağa. Aydındır mı? Bu bizim söz birləşməmizdir. Ən azı iki dənə söz olmalıdır. Məsələn, tutalım ki, deyirik ki, Asifin, məsələn, kitabı. Kitabı. İkisi də müstəqil sözdür, yəni əsas nitq hissəsidir. Bəli. Bunların arasında məna əlaqəsi var, var. Qrammatik əlaqə var, yəni bəlli şəkilçilər var, var. Deməli, biz buna nə deyə bilərik? Söz birləşməsi deyə bilərik. İndi mən sizin üçün durub nağıl danışmayacağam. Sırf biz də test müəllifiyik. Sırf testlərdən danışacağım ki, sizi çaşdırmaq üçün test müəllifləri neyniyir? Bir, bizim uşaq fikir vermir tərifə ki, müəllim, iki söz, uşaq bunu görür. Axı, mən iki söz demədim, dedim, iki müstəqil söz. Yəni, o sənə iki söz görüntüsünü verəcək, amma o sözlərdən biri köməkçi olacaq. Məsələn, ən gözəl. Məsələn, şərti olaraq deyirəm, Asif baxacaq ki, müəllim demişdi, iki dənə söz var da, ən əsas nitq hissəsi. Ən orada ədatdır. Məsələn, beşə kimi, kimi qoşmadır. Sənə qədər, qədər qoşmadır, düzdür. Səndən başqa, başqa qoşmadır. Asif kimi, kimi qoşmadır. Biz axı deyirik, iki müstəqil söz birləşməlidir. Bunun biri müstəqil söz deyil, axı köməkçidir. Yəni, biz başlayanda dedik ki, söz birləşməsi yaratmaq üçün, düz istəyirəm, minimum iki sözümüz olmalı. Amma iki necə söz? İki necə söz? Müstəqil, yəni əsas nitq hissəsi. Biz durub bir əsasla bir köməkçini və ya əksinə bir köməkçi ilə bir əsası fərqi yoxdur, birinci hansı gəlir. Birləşdirib, yanaşı qoyub, deyə bilmərik bu söz birləşməsidir. Məsələn, bir dənə cümlə verilir, cümlənin əvvəlindən, axırından iki dənə sözü birləşdirib, söz birləşməsi. Yox, elə yox da. Biz söz birləşməsi yaratmaq üçün onlar bir arada olmalıdır. Təsəvvür edin, biz komanda qururuq. Məsələn, tutam ki, Qarabağ futbol komandasını qurmuşuq. Qarabağın oyuncusunun biri Neftçidə oynayır, biri Interdə oynayır, biri, nə bilim, Türkiyənin bir belə şey olar, bir yerdə olmalıdırlar da. Bu da belə. Söz birləşməsi yaradan sözlər yaxın olmalıdır bir-birinə, yanaşı olmalıdır. Elə şey olar. Təsəvvür edin ki, məsələn, Əli evlənir Fransadan bir qızla, Əli burada, Madmazel Fransada toy, belə şey olar. Bu da yanaşı olmalıdır ki, evlənsin də. Bu da belə. Başa düşdünüz? Sonra, söz birləşməsi də sadə və mürəkkəb olur.
Bunlar başlayanda neçə sözlə başlayır? 2. Bu ilk versiyadırsa necədir? Sadə. Biz bunu mürəkkəb eləmək üçün biz bura bir dənə də heç olmasa əsas nitq hissəsi artırmalıyıq. Bax, əsas nitq hissəsi. Yenə də sizi çaşdırmaq üçün ortaya bir köməkli nitq hissəsi artar və yaxud da əvvələ bir köməkli nitq hissəsi atar. Sənin gözündə 3 söz var ha, bax. 3 söz var görüntüsünü verər, aldanmayasınız. İstediyin onu söndürün. Sən sorsun. Söndürün. Hə. Bax, məsələn, Asifin tutalım ki, təzə kitabı. Təzə kitabı. Bax, bu sönəcək, içində. Hə. Bax, buradakı təzə sözü sifətdir, əsas nitq hissəsidir, düzdür. Və biz deyirik ki, bir dənə əsas nitq hissəsi, 2 dənə əsas nitq hissəsi, 3 dənə əsas nitq hissəsi və bu nədir? Mürəkkəb söz birləşməsidir. Bax, səni belə çaşdıracaq ki, bax, 3 dənədir, amma dərindən baxanda görürsən ki, onun biri heç əsas nitq hissəsi deyil. Məsələn, bax, tələsmə, evə, bax, qaçmaq. Söz birləşməsidir. Neçə söz var? 2 söz. Deməli, necə söz birləşməsidir? Qurulursa, sadə. Bax, bura bir tərəf sözünü artırar. Tərəf. Sən də deyirsən ki, müəllim, 3 dənədir də. 3-ü də mənə əsas nitq hissəsidir. Tez ol, tez ol. 3-ü də mənə əsas nitq hissəsidir. Yox, qoşmadır. Biz başlayanda nə dedik? Müstəqil söz. Bir şey deyim, həm köməkçi, həm də əsas nitq hissəsi ilə işlənən sözlər var. O cümlədə sən fikir verməlisən ki, o əsas mənasındadır, yoxsa köməkçi. Yəni, hal-hazırda hansı nitq hissəsidir? Mən başa düşürəm, sən deməsən ki, müəllim, sonra sözü qoşma da olur, zaman zərfi də olur. Sənin qurduğun cümlədə, fakt, cavab, variantda o nədir? Səndən başqa burada qoşmadır, düzdür? Söz birləşməsi yaratmayıb. Başqa insanlar sifətdir deyənə söz birləşməsi yaradır. Başa düşdünüz? Başa düşdünüz mən nə demək istəyirəm? Hə. Bu belə. Bura aydındır. Məsələn, evə sarı söz birləşməsi deyil. Amma sarı köynək söz birləşməsi. Çünki birinci nümunədə evə sarıda sarı qoşmadır. Söz birləşməsi yaratmır. Çünki əsas nitq hissəsi deyil. Amma sarı köynəkdə hər ikisi əsas nitq hissəsidir. Söz birləşməsi yaratmır. Çatdı? Yəni sizi, baxın, bir köməkçi artırmaqla 3 dənə söz var. Bax, 3 dənədir. Görüntüsünü verəcək, aldanmayın. Siz özünüz məntiqlə fikirləşin ki, söz birləşməsinin yaranmasında köməkçi iştirak edə bilmirsə, o necə olan bir şeyi mürəkkəb edir? Bu söz birləşməsi yaratsaydı əvvəldən yaradardı da. Bu yarada bilməyən şey olan bir şeyinizi mürəkkəb edə bilər. Bir də onu məntiqinizlə fikirləşin də. Bu hissəsi aydındır. İmkansız evə tərəf qaçmaq. Bu sadə söz birləşməsi. Elə cümlə verilə bilər. Bax, bu evə tərəf qaçmaq, məsələn, vacibdir. Vacibdir nə? Evə tərəf qaçmaq. Bu mübtəda. Mən ona görə çəkdim ki, çaşarsan, deyərsən bir dənə söz, 2 dənə söz, bunu sayarsan, 3 dənə söz, deyərsən, müəllim demişdi, 3 dənə söz olanda mürəkkəb olur. Çaşıb bunu mürəkkəb söz birləşməsini götürərsən. Götürmə, niyə? Bu əsas nitq hissəsidir? Yox. Bizim burada neçə dənə əsas nitq hissəmiz var? Evə ilə qaçmaq. 2 dənə müstəqil söz birləşəndə necə söz birləşməsi olur? Sadə. Başa düşdünüz? Evə səhərlər, məsələn, qaçmaq. Məsələn, neydi? Səhər əsas nitq hissəsidir, hə, bu başqa məsələ. Evə tərəf qaçmaq bir yerdə söz birləşməsi. Söz birləşməsidir. O heç. Bu olmasaydı da evə qaçmaq onsuz da söz birləşməsidir. Bizimki də olsa da yenə də söz birləşməsidir, amma sadə. Bu sənə bunu niyə yazır? Ki, bax 3 dənədir, sən bunu mürəkkəb götürəsən. Amma sən bilirsən axı köməkçi nitq hissəsi nə söz birləşməsi yaradır, nə olanı mürəkkəb eləyir. Burada əsas nitq hissəsi yazılsa yenə evə qaçmaq. Məsələn, evə tez-tez qaçmaq. Məsələn də, tez-tez əsasdır, evdə əsasdır, qaçmaq da əsas nitq hissəsidir. Deməli, söz birləşməsidir. Və plus, bu olmasaydı onsuz da söz birləşməsidir, mürəkkəb söz birləşməsidir. Aydındır? İndi elə bunun üstündə davam edirik. Nəyə? Sizi başqa necə aldada bilərlər? Söz birləşməsi necə yazılır? Bitişik defisində yoxsa ayrı? Ayrı. Bizim ayrı yazılan həm də nəyimiz var? Mürəkkəb sözlərimiz var. Və indidən deyirəm, mürəkkəb feillər var. Ol, et, bil, qıl. Adam olmaq, dost olmaq, kömək etmək, namaz qılmaq, çarə qılmaq, kömək eləmək, qaça bilmək, gülə bilmək. Burada 2 dənə söz görürsünüz deyənə, uşaqlar olacaq ki, çaşır, bunu söz birləşməsi götürəcək. Götürməyəsiniz, bir dənə sözdür. Nənə xanım söz birləşməsidir. İtburnu söz birləşməsidir.
Yox, çünki bir dənə sözdür. 17 yanvar yazırsa ayın tarixi. 17 söz birləşməsidir, yoxsa mürəkkəb say? Mürəkkəb say. Bir dənə sözdür də. Başa düşdünüz? Əlüzyan var, rakvina deyirsən. 3 dənə söz var. Söz birləşməsidir? Yox, mürəkkəb sözdür. Yəni bu söz birləşməsi indi burada bu əlüzyandır, nə bilim, itburnudur, bunlar bitişik yazılır. Yəni bunu tutmaq olur. Güya bu mənim söz birləşməsi bitişik yazılmır, axı ayrı yazılır. Hə, bəs ayrı yazılan mürəkkəb isimlər var. Siz yəqin ki, böyük ehtimal onları qarışdıracaqsınız. Çaşıb kömək etməyi söz birləşməsi götürərsiniz, amma sadə söz birləşməsi götürərsiniz ki, müəllim ki, 2 dənə söz var da köməklə etmək. Yox. Kömək etmək bir dənə sözdür. Hə, dosta kömək etmək. Baba, getdik. Məsələn, Asifə kömək etmək vacibdir. Vacibdir. Vacib olan nədir? Asifə kömək etmək. Bu bizim məslərimizdir və avtomatik bu feili birləşmədir. Qabaqda danışacağıq bu haqda. İndi qulaq. İstisnalar var, hələlik saxlayaq. Hələ bu növə girməyək də. Burada neçə dənə söz var? 3 dənə. Dərin baxın. 2 dənə. 2 dənə. Çünki Asif bizim bir dənə sözümüzdür. Siz axı mürəkkəb feillərdə belə bir şey öyrənmisiniz. Et, ol, et, bir qıl. Tutan Nənə xanımın, deyək ki, xalatı. Nə deyəcəksiniz? Nənə xanım, xalat. Xeyr, Nənə xanımın bir dənədir. İtburnunun faydası. Nə deyəcəksiniz? 3 dənə söz var. Xeyr, itburnu bir dənə sözdür də. Düzdürmü? Əlüzyanın tutam ki, krantı. Nə deyəcəksiniz? Əl, üz, yuma, kran. Xeyr, əlüzyan bir dənə sözdür, krantda bir dənə sözdür. Bu da belə. İndi nə olsun ki, bunun taliyi, bəxti, qisməti elə gətirib ki, bu ayrı yazılır. Öyle yazılıb da. Bu buradan bura bir dənə söz deyil bəyən. Bu bir dənə söz. Bu da bir dənə söz. Deməli, bu necə söz birləşməsidir quruluşca? Sadə. Sizə baxın, bu mürəkkəbdir. Effektini, yəni görüntüsünü verənlər aldanmayasınız. Başa düşdünüz? Bu işə aydındır. İndi bir dənə şey sizə deyim. Davam edirik. Deməli, biz növbəti bir məlumat öyrəndik. Burada xırdalıqlar çoxdur. Söz birləşmələrində belə bir ifadə var. Əsas tərəf, aslı tərəf. Bax, Asifin, heç bu təzəni buradan silirik. Asifin kitabı. İndi bura baxın. Burada 2 dənə söz var. Asif sözü və kitab sözü. Sizcə burada əsas tərəf hansı tərəfdir? Aslı tərəf hansı tərəfdir? Aslı birincidə, ikinci. Bax, sağda duran tərəf həmişə əsas tərəfdir. Buraya yazdırıq. Əsas. Siz məna ilə baxmayın. Müəllim, burada əsas Asifdir. O mənada yox. Bəli, başa düşdüm. Əlbəttə ki, burada əsas Asifdir də. Kitab Asifin. Məna cəhətdən baxmayın. Siz qrammatik cəhətdən, sintaktik cəhətdən baxın. Söz birləşməsinin sağda duran sözü əsas, solda duran sözü isə aslı tərəfdir. Bunu bilməyiniz sizə çox fayda verəcək. Nə mənada fayda verəcək? Biz bax, bura baxacağıq. Bura deyəndə, yəni əsas tərəfə baxacağıq. Müəyyənləşdirəcəyik. Bizim söz birləşməmiz ismidir, yoxsa feilidir. Çünki söz birləşmələri 2 böyük qrupa bölünür. İsmi birləşmələr, feili birləşmələr. Burada kimi başa düşmürsünüz bunu silin. Burada bir qaranlıq bir şey yoxdur. Bir daha bunu silin, bir şey izah edin. Məsələn, yerləri dəyişirlər. Yerləri necə dəyişə bilər? Məsələn, topluda bir dənə maraqlı sual var. Deyir, normalda ikinci söz əsas olmalıdır, birinci söz aslı olmalıdır. Bunun pozulduğu variantı da. Bu necə olur? Məsələn, tutalım ki, valideyniniz qayıdıb sizə, məsələn, deyir ki, mənim qızım. Mənim aslıdır, qızım əsasdır. Bəzən yerlərini dəyişib deyirlər, axı, qızım mənim. Sizə də deyiblər də, yəqin yerdə, düzdür. Əsla. Hə? Yaşa eşmirsən. Əli deyiblər sənə qızım mənim. Deməliyirlər, axı. Gecikirlər şey. Əsla. Canavar sizə canavar. Bu zaman yerlər dəyişir. Bu zaman əsas tərəf birinci gəlir. Sözlərin yeri dəyişir. Yenə də əslində düz yazsaq, yenə ikinci tərəf əsasdır. Başa düşdün? Hə. Yaxşı. Deməli belə. Bizim ismi birləşməmiz var, bir də feili birləşməmiz var. Rahat olsun deyənə feilidən başlayacaq. Məslərin şəkilçisini bilirsiniz. Məşdir, bir də masıdır. Onun oxunması, onun danışması, onunla qışqırması və s. Məslərin şəkilçisini bilirsiniz.
Fe'li sifətin də 6 dənə şəklisini bilirsiniz. Dığımdır, mışdır, andır, acandır, asıdır, malıdır. Bunu da bilirsiniz. Fe'li bağlamanın şəkillərini ondan da yaxşı bilirsiniz. A-adır, ıbdır, araqdır, andadır, dıqdadır, armazdır, madandır, mamışdır, arkəndir. Bunlar fe'li bağlamanın şəkilləri. Əgər siz, indidən deyirəm, fe'li birləşməni normal öyrənmək istəyirsinizsə, bir zəhmət çəkin, gedin, oturun, qoyun kitabı qabağınıza, məslərin şəkilçisi belə bir şey yoxdur. Fe'li sifət, fe'li bağlamanın şəkillərini öyrənin. Çünki məsləri bilməyən, məslərin şəkilçisini tanımayan, məslərin tərkibini nətər tapa bilər? Fe'li bağlamanın şəkilçisi, məsələn, uşaqlar var burada, dığımı hələ də fe'li bağlama şəkilçisi götürür. Dığım fe'li sifət şəkilçisidir. Sən onlardan gülürsən. Deməli, dığım fe'li sifət şəkilçisidir. Sən onun fe'li sifət şəkilçisi olduğunu bilməyəndən sonra mənim yazdığımı hardan biləcəksən fe'li birləşmədir? Sən bilməlisən ki, bu yazdığım fe'ldir, fe'li sifətdir, bu da onun tərkibidir. Və yenə deyirəm, məslərin, fe'li sifətin, fe'li bağlamanın şəkilçisini öyrənməsəz, tanımasaz ki, bəli, bax, bu anda həndə fe'li bağlama şəkilçisidir. Sən fe'li bağlamanı görə bilmirsənsə, tuta bilmirsənsə cümlənin içində, səhər açılandanı fe'li bağlama tərkibi kimi ömür boyu tapa bilməzsən. Ömür boyu tapa bilməzsən ki, mənim səhər açılanda fe'li bağlama tərkibidir. Çünki sən andanı birinci görməliydin. Başa düşdünüz? Məsələn, armaz fe'li bağlama şəkilçisidir. Sən bu armaz, məsələn, çatar çatmaz, gələr gəlməz, bunun fe'li bağlama olduğunu bilmirsənsə, gəl qızım, gəl buraya. Sən bu armazın fe'li bağlama olduğunu bilmirsənsə, evə çatar çatmazın fe'li bağlama tərkibi nə olduğunu hardan biləcəksən? Oturun. Yəni qısası, gedin evdə məsdər, fe'li sifət, fe'li bağlama şəkilçilərini əzbərləyin. Vəssalam. Əgər həqiqətən siz fe'li birləşməni, söz birləşməsini öyrənmək istəyirsiniz. Öyrənmək istəmirsinizsə, bu başqa məsələdir. Yəni, başqa mövzudur. Bir də hər bir söz birləşməsini heç oxumayın. Çünki bilməyəcəksiniz. Aləmi qatacaqsınız bir-birinə, bildiyiniz də yaddan çıxar. Getdik. İstisna var. Bugün, birinci gün üçün istisnaya girmirəm. Bura bizim hansı tərəfimizdir? Aslı. Bura bizim hansı tərəfimizdir? Əsas. Ası. Əgər bu əsas tərəfdə, bax yazıram burada, qısa yazıram, məsdər, fe'li sifət və fe'li bağlama şəkilçiləri varsa, burada nə olur olsun, bizə önəmli deyil. Önəmli olan biz ilanı tanımaq üçün ilanın başına baxırıq, bilirik ki, bu məsələn gürcədir, bu nə bilir. Bunlardan olmasa. İndi səmimi ol. Əsaslanır. Bax, burada məsdər, fe'li sifət, fe'li bağlama gördün, burada da təbii ki, müəyyən sözlər gördün, amma dayı o bir dənə söz ol, et, bildir yox da, kömək etmək, mənim kömək burada etmək, burada məsdərdir, kömək edən, fe'li elə yox da, o var bir dənə sözdür, o heç. Amma burada məsdər görsən əsas tərəfdə, burada məsdər görsən, fe'li sifət görsən, fe'li bağlama görsən, bu fe'li birləşmədir. İndi sual verə bilərsən ki, müəllim, bu fe'l axı ancaq məsdər fe'li sifətdən ibarətdir, bu fe'lin şəkilləri də var. Fe'lin şəkilləri var, əmr, xəbər, arzu, vacib, lazım şəkil. Onlar söz birləşməsi yaratılır. Onlar ancaq cümlə yaratılır. Bildirsə, şəkilçi olmasa götürərik. Sən məsələrin şəkilçisi olmayandan sonra nətər məsələ götürərsən? Yox, elə demirəm. Əsas Yox. ki, hərəkət. Heç bir şəkilçi Məsələr, sən buna məsələr tərkib... Məsələ demirəm, ümumiyyətlə. Yox, bax qızım. Bu ya məsələr tərkib olacaq, fe'li birləşmədirsə. Ya fe'li sifət tərkib olacaq, ya fe'li bağlama. Məsələr şəkilçisi olmayandan sonra necə məsələr tərkib olacaq? Fe'l deyil. Yox, mən də onu deyirəm ki, qızım, qulaq as müəllimə. Bu fe'l, biz başdan nə demişik? Fe'l bölünür iki yerə. Təsriflənən, təsriflənməyən. Bu ya məsələr fe'li sifət, fe'li bağlama olmalıdır, ya da fe'lin şəkilləri olmalıdır, düzdür. Mən də sənə deyirəm ki, fe'lin şəkilləri söz birləşməsi yaratmır. Bu cümlə yaradır. Deməli, əmr, xəbər, arzu, vacib, lazım, şərt, bunlar söz birləşməsində görə bilməzsən. Bunları gördüyün ki, cümlədir. Oxuyuram, cümlədir də, bitmiş fikir ifadə edir. Başa düşdünüz? Amma bunları gördün, bu artıq söz birləşməsidir. Fe'lin başqa bir forması yoxdur ki, ya odur, ya budur da. Fe'li birləşmə olması üçün bir Ya məsələ o, başa düşməlini, hərəkət dediyin nədir? Ya təsriflənən fe'ldir, ya təsriflənməyən. Elə söz ola bilməz, sadə. Ortaq bir şey yoxdur, ya, məsələn, belə deyil də, bu ya yazır, ya yazmır da və ya məsələn, mən ya Ramiləm, ya Ramil deyiləm da, bu ortaq nöqtə necə ola bilər, Ramil fasondur. Belə şey olmur axı. Başa düşdün, bura ya ortaqdır, ya ortaq deyil. Bu necə olur? Ya ağdır, ya ağ deyil də, bu
belə ortaq bir şey yoxdur da burada. Feil ya təsviflənəndir. Net bölmüşük də ortaq bir şey deməmişik ki. Feillər bölünür. Təsviflənən, təsviflənməyən. Təsviflənən feillər, feilin şəkilləridir ki, şəxsə kəmiyyətə zamana görə dəyişirdi. Onlar bir mənalı, istisnasız söz birləşməsi yaratmır. Və müəllim nə yaradır? Cümlə yaradır. Cümlədə var. Hə, məsələn, feili sifət, feili bağlama, bunlar təsviflənməyən feildir. Hə, bunlar söz birləşməsi yaradır. Hə, bu söz birləşməsindən sonra bir dır artırarsan, sonra onu cümlə eləyəsən, o başqa məsələ. Mənim məqsədim kitab oxumaqdır. Söz birləşməsi gedib cümlə üzvü olub. Amma bu feilin vacib şəklini sən gedib cümlə üzvü söz birləşməsi eləyə bilməzsən. Feilin şərt şəkli ilə söz birləşməsi yarada bilməzsən. Zaman şəkilçilərindən söz birləşməsi yarada bilməzsən. Bu belə. Bunlar aydındır. Burada olur məsdər feil sifət, feili bağlama şəkilçisi. Burada da nə olur olsun? Əsas o nəsə olsun. Amma sizi aldadacaqlar yenə deyirəm. Bunu deyirəm çünki bilirəm başınıza gələcək. Məsələn, yazacaq ki, adam olmaq. Adam olmaq. Fidan da deyəcək ki, müəllim demişdi ki, bu tərəflər məsdər, feili sifət, feili bağlama şəkilçisi olduğunu və salam da feili birləşmədir. Bu müəllim məndən nə istirafı tapmışam da, bu adam, bir nə olur olsun adam, bu da olmaq. Nə istəyirsə axı məndən? Bir sözdür. Bu məsdərlə siz bunu kitabda görmürsünüz, bunu tapmaq rahat deyil. Götürür burada məsdərin yerinə feili sifət, feili bağlama, adam olanda, adam olarkən, məsələn, müəllim əsərbəsi uşağın birini çıxarır, deyək, cəhənnəm buradan adam olanda gələrsən. Məsələn, uşaq da deyir ki, müəllim demişdi ki, 2 dənə söz, özdə feili bağlama tapdım da, anda var burada, bax, adam olanda. Nə istəyirsə məndən tapmışam da, feili bağlama bir dənə söz, xeyr. Bir dənə sözdür, bu ya bu tərəfdə yazılmalıdır, ya bu tərəfdə. Başa düşdünüz? Yəni, mürəkkəb feillər, bəri başdan deyirəm. Bir söz sayılır. İndi əmma gəlir. Əmma harada gəlir? Əmma orada gəlir ki, amma oradadır ki, sizə belə bir şey demişdim. Yadınıza gəlir, deyirdim, olmaq sözü, yaşamaq, mövcud olmaq, məsələn, adam olmaq bir dənə sözdür. Amma Lənkəranda olmaq axı bir dənə söz deyil. Burada olmaq özü üçün müstəqil sözdür. Lənkəran da özü üçün müstəqil sözdür. Hə, burada sənin 2 dənə müstəqil sözün var. Birləşdir, elə söz birləşməsi. Başa düşdünüz? Bir söz deyil, niyə görə? Çünki biz demişdik ki, olmaq, yaşamaq, mövcud olmaq, var olmaq, iştirak eləmək mümkündür, mümkün deyil mənalarını verəm. Məsələn, iclasda olmaq. Adam olmaq bir dənə sözdür. Çünki adam olmaq, burada olmaq ayrıca bir məna ifadə eləmirsən, adama çevrilirsən, adamlaşırsan. Savadlı olmaq, sən savadlıya çevrilirsən, savadlaşırsan. Amma məsələn, o səksədə olmaq, sən durub o səksəyə çevrilirsən. O haqda biraz danışmışdım da ayırmaq yolları. Həm də ki, olmaq burada yaşamaq, mövcud olmaq, mümkün olmaq, var olmaq mənalarını verir. Başa düşdünüz? Bu belə. Aydındır, burada bir çətinlik yoxdur. Yəni, bunlardan ehtiyatlı olasınız. Başqa belə istisna var. Elə vaxt olar, burada məsdər görərsiniz, feili sifət görərsiniz, feili bağlama yox. Məsdər bir də feili sifətin 6 şəklisindən 5-ini. Belə bir dənə məsdər şəklisi, feili sifətin də 6 şəklisindən birini çıxdıq, oldu 5. 1 plus 5, oldu 6. 6 dənə elə ehtimal ola bilər ki, burada feili şəklisi olar, amma ismi birləşmə olar. O istisna da ona hələ ki girmirəm. Yaxşı. Bax, buranı sildim. Feili birləşməni başa düşdük. Bunu qoyduq qırağa. Ki, burada biz istisnanı qoyuram qırağa. Məsdər gördük, feili birləşmədir. Feili sifət gördük, əsas tərəfdədir, yəni. Feili birləşmədir. Feili bağlama gördük, feili birləşmədir. Feilin o birisi formaları da cümlə yaradır deyək. Feillə ruslar demişəm, raşot elədik. Qoyduq qırağa. Nə qaldı? İndi keçirik ismi birləşmələrə. İsim gördük burada. İsmi birləşmədir. Sifət gördük, ismi birləşmədir. Say gördük, ismi birləşmədir. Əvəzlik gördük, ismi birləşmədir. Zərf gördük, ismi birləşmədir. İstisna kimi bəzi feillər ola bilər, amma birinci dərslikdə mən istisnayı qaçmaq istəmirəm də. Ümumi olaraq net ayrılır. İndi özümüzdən qururuq. Elə eləyək ki, burada nə olur olsun, bizim üçün maraqlı deyil. Burada isim olsun. Məsələn, bayaqki cümləni yazıram. Asifin, məsələn, kitabı. Kitab isimdir. Kitab isimdir.
Deməli, bu necə birləşmədir? İsmi birləşmədir. Tutalım ki, valideynləriniz deyir, mənim gözəlim. Sizə də deyirlər də, mənim gözəlim, şirinim, naz eləmirlər sizə heç eləmirlər. Nə deyirlər sizə? Gəldi, evimizin havarası gəldi. Havaya çörək gəllər gəldi. Nə deyirlər sizə? Evdə də nazdan eləmirlər sizə. Mənim qara gözüm, ala gözüm. İnanırsınız sizin valideynləriniz gözləyir ki, 18 yaşınız olsaydı, apararlar siyasiyəliyə. Bəlkə orada siz həyatı başa düşəsiniz. Burada isim gördünüz, Nazlı baxıram. Burada isim gördünüz, isim birləşməli. Mənim gözəlim. Məsələn, bu oğlanın məsələn, atası deyir ki, mənim gözəlim, mənim şirinim, mənim şəkərim, şəkər isimdir. Şirin sifətdir. Nəysə, sifətdir. Məsələn, mənim 11-cilərimə bax. Göndər günə azad şeydir, tarla işsindir. Arkadaşlar. Bu da deyir, mən 11-əm. Bax, mənim 11-cilərim saydı, deməli ismi birləşməlidir. Məsələn, burada əvəzlik kimi, məsələn, onların hamısı, bizim özümüz, öz əvəzlikdir, düzdür. Sizin hərəniz bir sual versəz, mövzunu tam başa düşəsiniz, hərə əvəzlikdir. Zərf necə ola bilər? Evin yuxarısı, evin aşağısı, məsələn, kitabın içərisi, bunlar da zərfdir. Bu formada gedəcək. İndi ismi birləşmə birinci, ikinci, üçüncü növ olmaqla bölünür. Normalda təzə proqramdan bu çıxarılır. Yəni, sizdən soruşmayacaqlar, get birinci növü tap, get ikinci növü tap, get üçüncü növü tap. Amma siz birinci növü, ikinci növü, üçüncü növü görsəz, bu demək ki, siz ismi birləşmə tapmışsınız. Çünki ismi birləşmənin növləridir. O xətrə mən sizə onu izah edəcəm. Yaxşı. Bu isə aydındır. Bunu bir dənə sildirəm. Getdik. Bax, birinci növ təyini söz birləşməsi tərəfləri arasında heç bir onun yaranmasında heç bir xüsusi şəkilçi istifadə olunmur. Məsələn, gözəl qız. Gözəl qız. Məsələn, deyək ki, qara köynək. Məsələn, yazar oxuyan qız. İndi deyərsiniz, ay müəllim, burada feili sifat var, siz nə danışırsınız? Biz nə demişdik? Demişdik, biz ismidir, yoxsa feilidir demək üçün biz bura baxırıq. Burada nə var bizim üçün maraqlı deyil. Çaşıb burada feili sifat var deyənə buna feili birləşmə deməyəsiniz. Biz söz birləşməsinin ismi və ya feili olduğunu demək üçün, qərar vermək üçün hara baxırdıq? Əsasən, biz burada baxmışıq, qız isim, köynək isim, qız isim. Deməli, bunların hər biri nədir? İsmi birləşməlidir. Bu tərəfdə nə var bizə maraqlı deyil, oxumağın faydası. Biz faydaya baxırıq da, oxumaqla bizim nə işimiz? Yəni, çaşıb bu tərəfdə məsələr görərsiniz, buna feili deyərsiniz, var, aranızda belə potensiallı uşaqlar var. Eləməyəsiniz belə bir şey. Asib eləyərsən belə. Nəyi məndə? Bax, bir də bura bax ki, nə? Allah ismi xəbər. Gözlə, oxumağın sənin üçün faydası yox, ziyanı. Bu ismi birləşmədir, yoxsa feil birləşmə? Birincisi ismi, ikincisi. Gözlə, bir dəqiqə. Asif, bu ismi birləşmədir, yoxsa feil? İsmi. Yəni, çaşıb buna aldanmadın ki? Yox. Çünki biz bura baxırıq, qərar veririk. Aferin. Dedim, ürəyəm partladım, mənə bilmirsən. Nəysə, heç bir xüsusi, deyəsin, mənim burada şəkilçi var, bu xüsusi şəkilçi deyil. Yəni, o deməkdir, harada bu şəkilçini gördük, birinci növdür, belə şey yoxdur da. Buna deyirik, birinci növ təyini söz birləşməsi. Keçdik ikinci növə. İkinci növ, məsələn, dağ, havası. Əsas tərəfdə mənsubiyyət, birinci tərəf qeyri-müəyyən kal. Məsələn, tutalım ki, deyirəm ki, qış yuxusu, məsələn, və yaxud da Şuşa qalası. Şuşa, qeyri-müəyyən kal, qalası, mənsubiyyət. İkinci növ, dağ havası, dağın havası. İndi qulaq asın. Birinci tərəf qeyri-müəyyən yerlikal, ikinci tərəf mənsubiyyət. Birinci tərəf qeyri-müəyyən yerlikal, ikinci tərəf mənsubiyyət. Bunlar ikinci növdür. Və bunlar və bunun kimilərini rahatlıqla üçüncü növə çevirmək olar. Çox rahat.
Buradakı qeyri-müəyyəni müəyyənə çevirmək. Dağın havası. İndi təbii ki, elələri var ki, onu çevirmək olmur. Riyaziyyat kitabı nə deyəcəksin? Riyaziyyatın kitabı olmur belə bir şey. Yəni, müstəqillik günü nə deyəcəksin? Müstəqilliyin günü olmur. Yəni, siz elə ikinci növlər var ki, onu üçüncü növə çevirə bilməyəcəksiniz. Var, belə testlər də var. Hansı variantda aslı tərəfi müəyyən yiyəlik hala çevirmək olmur. Belə suallar işləmişsiniz. Nəysə, ayırdıq bunları. İkinci növ. Bu da ikinci növ, bu da birinci növ. İndi qulaq asın. Bunları mübtəda xəbər, yəni sintaktik təhlildə bölürük. Nə deməkdir? Gözəl qız danışır. Danışır. Nə edir? Danışır. Kim? Qız. Qız. Bu qız necə qızdır? Gözəl. Gözəl qız. Yəni, gözəl qız birinci növ təyini söz birləşməsi mübtəda xəbər təhlilində bütöv götürülmür, Rəşid. Götürülmür. Mənim heç belə nümunə yoxdur. Var, məsələn, qabaqdan yeni il gəlir. Nə gəlir? Yeni il bir yerdə. Siz də demirsiniz, nə gəlir il? Hansı il? Elə demirsiniz. Orta dövrlər falan kitabda 3-4 dənə belə nümunə var. Amma belə qayda yadda saxlayın. Birinci növ təyini söz birləşməsi 99% parçalanır. Hə, bunu sizə əvvəllər demişəm, bir daha deyirəm. Ortaya bir dənə bir sözü girəcək. Hansı nitq hissəsidir? Say. Zəhər say. Ədaddır. Mən o qədər deyirdim, birinci növün arasına əsas nitq hissəsi girmir, birinci növün arasına əsas nitq hissəsi bugün üçün deyirdim. Yəni, bunu mürəkkəb söz birləşməsi götürə bilməzsən. Müəllim, gözəl, yəni xeyr. Bu ədaddır, yenə də sadə söz birləşməsidir. Tez gəl. Heç Əmrə, mən dərsə yox. Gəlsən, o qutarım sonra da. 5 dəqiqə gedərsən, az qalmaz. Bir söz qalmır. Hə, bunu başa düşdünüz. Bax, ikinci növ təyini söz birləşməsi təhlildə bütöv götürülür. Üçüncü növdə bütöv götürülür. Bəs fərqi nədir? Siz bura söz artıra bilməzsiniz. Amma bura rahatlıqla söz artıra bilərsiniz. Dağın gözəl havası, dağın göz oxşayan havası, dağın udmaqdan doymadığım havası. Şuşa qalası yazmışsın, Şuşana belə. Yox, mən ortaya söz artırmaqdan danışıram, şəkilçi artırmaqdan danışıram. Şəkilçi artırmaqdan. Artırsan üçüncü növdür. Çünki şəkilçi artır gəldi axı bura. İkinci növ oldu üçüncü növ. Zaten 2 ilə 3-ün fərqi odur ki, 2-də birinci növ tərəfdə, aslı tərəfdə qeyri-müəyyəndir. 3-dəsi müəyyəndir. Bir dənə fərqi var. Mənim üçüncü növün parçalı, xüsusən üçüncü qruplara adı sözün. Üçüncü növ təyini söz birləşməsi, bu parçalanmır. Məsələn, dağ havası deyək ki, vacibdir. Vacibdir nə? Dağ havası. Ortadakı o gözəl hamısı getdi onun içində. Onu gələcəkdə bölüb təyinməni götürməyəsiniz. İndi mənim heç vaxt bölünmür, bir vaxt bölünə bilər. O da bizim, sizin sözləridir. Bax, məsələn, sizin valideynləriniz, məsələn, deyək ki, mənə yazır, deyir ki, bizim qızımız oxumur. Bizim qızımız oxumur. Oxumur kim? Kim oxumur? Bizim yiyəlik, bu da mənsubiyyət. Budur da parçalanır. Və yaxud da bu sizin də ola bilər. Sizin qızınız oxumur. Yenə də oxumur kim? Sizin qızınız. Və bu üçüncü növ təyini söz birləşməsi təhlildə bütöv götürülür. Amma əgər biz burada mənsubiyyəti silsək, onda vəziyyət dəyişir. Oxumur kim? Qız. Hansı qız? Bizim qız. Oxumur kim? Qız. Hansı qız? Bax, nə qədər də qəribə olsa, yiyəlik halda olan şəxs əvəzliyi cümlədə təyin. Bu yalnız bizim sizində olur, ha? Başa düşdünüz? Məsələn, testi biraz dəyişir, necə sala bilər? Hansı cümlədə üçüncü növ təyin söz birləşməsi parçalanır? Hansı cümlədə aslı tərəf ayrıca cümlə üzvüdür? Hansı cümlədə əvəzlik təyin funksiyasındadır? Məsələn, bunu artıra bilər. Hansı cümlədə yiyəlik hal şəkilçili söz müstəqil cümlə üzvüdür? Biz normalda demişik ki, yiyəlik halı ayrıca cümlə üzvü götürməyir də, söz birləşməsində bütöv götürür. Bunu başa düşdünüz? Gələn qeyri-adi bir soru yoxdur. Bir də söz birləşməsini tapmaq üçün biz sizə bir tənbəl yol deyil. Söz birləşməsi bütöv suala cavab verir. Bütöv. Bir dənə bura baxın. Bax,
Bundan sonra sintaktik əlaqələr keçəcəm gələn dərs. Orada özü tam başa düşəcək. Bax, bura bax. Deyirəm ki, Asif gələndə yıxıldı. Bir dənə bu iki cümləni müqayisə edeyim. Yıxıldı. Bir dənə yazıram ki, Asif gələndə sevindik. İndi iki cümləni müqayisə edirik. Bax, nə etdi, yıxıldı? Yıxılan kimdir? Asif. Biz deyə bilirik də Asif yıxıldı, düzdür? Bu Asif nə vaxt yıxılır? Gələndə. Bu fe'li bağlamadır. Və Asif sözü fe'li bağlamaya aid deyil. Çünki birbaşa xəbərlə əlaqəlidir. Birinci nümunədə, yəni burada fe'li bağlama tərkibi yoxdur. Asif sevindik. Sevindik. Bu sevindikdir axı. Asif odur, sevinəsə bizik. Niyə birinci səsə baxmıyor? Başa düşmədin? Gələndə, Asif gələndə yıxılıb axı. Yıxılan Asifdir. Biz bu Asifi müstəqil mübtəda götürdük. Mübtəda ayrıca cümlə üzvüdürsə, bu necə tərkibə daxil olur? Ya gərək bunlar bir yerdə olsun. Biz də demişik, fe'li bağlama yalnız zərflik olur. Deməli, burada zərfliyin ifadə vasitəsi boş fe'li bağlamadır. Amma sevindik ki, biz. Cümlənin ismi mübtədası yazılmıyor. Biz nə vaxt sevinmişik? Asif gələndə. Burada Asif sevindik olmaz da. Burada artıq fe'li bağlama tərkibi. Buna oxşar sual keçən illər 9-ların imtahanından düşmüşdür. Başa düşdünüz? Sual var. İndi detallı testlərdə artıq səhvləriniz çıxa-çıxa düzəldəcək. Sual yoxsa yekunlaşdırın.